Salam dostlar. Videolarda bəzi müştərilər baxır, zəng vurub soruşurlar ki, dövriyyədə qızır yoxsa yox. Baxa bilərsiniz. Bu bir dövriyyə nasosu. Bu da ikinci dövriyyə nasosu. İndi əlinizdən gələn qədəri 3 dənə topluq olsun çəkmişəm. Baxa bilərsiniz. Bax, biri gedir, bax. Görürsünüz hardan dönür şu an. Baxın turba. Baxın. Biri budur. Biri budur. Heç açmamışam bu ya hala. Demək olar ki, o da belə bir top idi. Biri budur. 3 dənəsini qoşmuşam. Hardasa bir yarım saat işləyir. 2 dənə də dövriyyə nasosu. İkisi də baxa bilərsiniz. Qoşuludur. İkisi də 3-cü flotdadır. Düzdür, isti suya dövriyyə nasosu qoymurlar. Soyuq suya qoyurlar ki, tez sıradan çıxmasın. Amma mən indi müvəqqəti göstərmək üçün yəni belə elədim. Hamısı da istidir. İndi fikirləşsək ki, bunlar hamısı açıq şəraitdədir. Yəni soyuğu götürür də yerdən də. Onun üçün normaldır. Buradan işıq düşür. Baxın dövriyyə 80 dərəcədə. İndi fikirləşəndə ki, bunlar hamısı bağlı şəraitdə qalacaq. Bağlı şəraitdə olacaq bunlar hamısı. Ya radiatorlar necə lazımdır, mükəmməl istilik olacaq. İstəyən olarsa profildə nömrəmiz var. Əlaqə saxlaya bilər. İnşallah ki, bundan sonra demək olar ki, kvadrat yığılacaq hamısı. Hələ ki, su da buraxır, zapravka edirəm tez-tez. Baxa bilərsiniz, bu da su şlankıdır. Buradan zapravka edirəm. Burada da göstərici var. Hələ baxın, hardadır, dövriyyə nasosu. Baxın, 40'a çatıb hələ. Burada da istiliyi var. Baxın, 40'a çatıb.